Bunlar da nədir? Bunlar yeni nəsil boz yetişdirmək üçün bizə lazım olan splash deyilən cinsdir. Ən ideal boz rəngi almaqdan ötürü bu splashləri böyüdüb bunların xoruzu ilə qara fərə vuracağıq. Bunların fərəsi ilə də qara xoruz vuracağıq ki, ideal boz rəngdə abstravaplar alaq. Bunu bir çoxu bilir, amma bilənlər təəssüf ki, heç kim çəkib paylaşmır. Səbəb nədir bilmirəm, ancaq ki, siz abunə olun, mən bunların yetişdirilməsi haqqında sizə mütəmadi videolar vaxt olduqca çəkib paylaşacağım. Bunlar hal-hazırda may ayının 21 bunların 2 ay tamam olacaq. Artıq xoruzu fərəsi bilinir. Bir aydan sonra bunların xoruzların fərələrdən ayırıb ayrı saxlayacağıq. Burada da 2 həftəlik bozlarımız var, bir dənə də splash var içində. Bunlar 2 həftəlikdir, artıq yavaş-yavaş formalarını almağa başlayırlar. Suyu saxlanmasını da, yəni deyirəm, ən rahat yolu tənzimləyici olmalıdır. Bax, işıq yandı, dərəcəsi aşağı düşdüyünə görə. İlk bir həftədən sonra 30-31 dərəcə ilə qoyuram. İlk bir həftəni keçəndən sonra hər 3 gündən bir dərəcə istiliyi salıram aşağı. Cücələr hamı gümrah, heç bir nasazlığı olmur. Belə olanda saxlamaq da rahat olur, zövq almaq da olur. Siz abunə olun ki, daha çox video paylaşmağa həvəs olsun. Paylaşılan videoya 500 baxış gəlir, ancaq abunə sayı görürsən ki, 30-40 nəfər. Ən azından qiymət verin ki, bilmədiklərinizi də izah eləyin. Siz də bundan gözəlini yetişdirəsiniz.